Bizim Qarabağ büromuzda hazırda vəziyyət necədir? Qarabağ bölgəsindəki vəziyyəti bizim Qarabağ bürosunun əməkdaşları və həmin istiqamətə ezam olunmuş əməkdaşlarımız, komandamız öyrənib. İndi biz birbaşa bağlantıda Ramil İbrahimova bağlanırıq. O bizimlə tərtərdən əlaqəyə çıxır və görək son vəziyyət nədən ibarətdir. Ramil, salam, hər vaxtın xeyir olsun. Hər vaxtın xeyir, Natiq. Buyurun, son məlumatı səndən eşidək. Geridə qoyduğumuz gecə ümumilikdə Tərtər ərazisində necə keçdi? Natiq, ötən gün Tərtər ərazisində yalnız günorta saatlarında Ermənistan silahlı birləşmələrinin avtomat pulemyotlardan atəşkəsi pozduğunu müşahidə edə bildik. Həmin vaxt biz Tərtərin Qapanlı kəndində idik. Ümumilikdə gecə saatlarında isə Tərtərdə nisbi sakitlik olub, atəş səsləri eşidilməyib. Lakin cəbhənin digər istiqamətində, Goranboyun Tapqaraqoyunlu istiqamətində saat 7 radələrində erməni silahlı birləşmələri iri çaplı silahlardan və minatanlardan kəndi və kəndin ətrafını atəşə tutub. Onu da qeyd edim ki, biz hazırda bir qədər əvvəl kənd icra nümayəndəsi ilə əlaqə saxladıq. Bildirdi ki, gecə saatlarında da atəş səsləri eşidilməyə davam edib. Erməni silahlı birləşmələri yenə də artilleriya silahlarından istifadə etməklə atəşkəsi pozub. Natiq. Aydındır. Ramil, belə bir sual vermək istəyirəm ki, Seysulan yaşayış məntəqəsi deyirdilər ki, azad olunub. Foto görüntülər var idi və çox maraqlıdır ki, sosial şəbəkələrdə də bu istiqamətdə görüntülər yayılır. Azərbaycan tərəfində olması ilə bağlı. Bax, nə yerdədir? Seysulan Qapanlı kəndi ilə səhv etmirəmsə sərhəddə yerləşir. Bax, həmin istiqamətdə ümumiyyətlə vəziyyət necədir? Həmin istiqamətdə bu dediyim kimi Seyidsulan kəndi, yəni əvvəl Ermənistan ordusunun işğalında olan Seyidsulan kəndindən daim Qapanlı kəndə atəşə tutulurdu. Ötən gün biz oradan Azərbaycan tərəfinə atəş açıldığını eşitmədik. Lakin digər istiqamətdə Ermənistan silahlı birləşmələrinin işğal altında saxladığı Ağdamın kəndləri istiqamətindən Qapanlı kəndi qısa müddət ərzində avtomat və pulemyotlardan atəşə tutuldu. Aydındır, təşəkkür edirəm Ramil. Çox sağ ol, ətraflı məlumatların üçün. Qeyd edelim ki, bizim iki komandamız da fəaliyyət göstərir və biz onlardan deməli canlı bağlantının alınmasını təmin etməyə çalışırıq. Çünki hazırda onlar ön cəbhədədirlər və demək olar ki, düşmənlə təmas xəttinə ən yaxın məsafədədirlər və bizimlə birbaşa bağlantıda olacaqlar. İrəliləyən dəqiqələrdə izləməkdə davam edən xəbərçini.